Biliyinizi ve intuisiyanızı yoklamağa hazırsınız? Onda yakın əyləşin. Cemaat ne deyir başlayır. Qarşılayın. Verilişin aparıcısı Ağa Nadirov. Akşamınız xeyir olsun əziz, dəyərli tamaşaçılar. Cemaat nədir? Efirdədir. Qeyd edeyim ki, dünyaca məşhur Family Feud layihəsinin milli versiyası Cemaat nədir? Və bu andan etibarən ən maraqlı məqamları izləyəcəksiniz. İctimai televiziyanın efirində və burada iki komanda yarışır. Elegant oğlanlar, bəh, geyimlərə bax, eynəklər, şlapalar, çox gözəl görünürsünüz və onlarla qarşı-qarşı not qəhrəmanları. Xoş gördük, xoş gəlmişsiniz. Hüseyin, salam. Salam. Necəsiz? Sağ olun, siz necəsiz? Təşəkkürlər. Hüseyin, zəhmət olmasa bizi komandanızı tanış edəyəniz. Əlbəttə, böyük məmnuniyyətlə. Bizi musiqi birləşdirir. Aha. Bizim hər birimiz ifaçılar, komandamızda olan bütün deməli Komanda üzvləri, üzvləri, bəli, akademik professional musiqi ilə məşğuldurlar. Yanımda dayanan Fizzə xanım Azərbaycan Milli Konservatoriyasının məzunudur. Kamança ifaçısıdır, Respublika Kamança ifaçısı. Bəli, Respublika və beynəlxalq müsabiqələr laureatıdır. Bir çox əhəmiyyətli festivallarda ölkəmizi təmsil eləyib. Fizzə xanım, kamança yanınızdadır. Yox, Ayrılırsınız kamançadan hərdən, hə? bəzən, nadir hallarda. Bəli. Sonra Rizvan Əliyev, bir məqamı qeyd edim. Rizvanla bizim əslində yaş fərqimiz çox olsa da, amma Çox bizim olsa da, nə qədər? bəli, bir 10 yaş fərqimiz var Rizvanla, Başa amma düşməyəm, kim böyüdü 10 yaş? Rizvan təbii ki, Rizvan böyük. Təbii ki, yəni Rizvan, yəni Görünmür. görmürsünüz. Nə Bəli. qədər yaşı var ki Rizvanın? Desin də 30, 30? bəli. Aa, Bizim daha amma cavan görsənir, ünsiyyətimiz çox yaxşı Mən tutur. O açığa da düşündüm ki, aranızda maksimum 4 yaş fərq olar. Yəni, o qədər də cavan görünür bir sözlə. bəli, o da Cavan da həmçinin 30 yaş. Milli Konservatoriya məzunudur. O da musiqi məktəblərinin birində müəllim kimi çalışır. Sevgi xanım Ağayeva, o da həmçinin Milli Konservatoriyada hal-hazırda, xeyr, tələbədir hal-hazırda. Tələbədir? Bəli, bəli. Deməli, konservatoriyanın ictimai həyatında çox fəal tələbələrdən biridir və Sevgi xanım, neçənci təhsilinizdir bu? Bu mənim əslində kolleclə bərabər ikinci təhsilimdir, kolleci də saysaq. Kolleci də bitirmişsiniz, kollecdən sonra konservatoriya, milli konservatoriyada. Aha. və Rəvan Mustafazadə, o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hazırda 4-cü kurs tələbəsidir, tarix ifaçısıdır. O da gənc olaraq bir uğurlu musiqisidir. Belə bizim ən çox Rəvanla biz o da tarix ifaçısıdır, mən kamança ifaçısıyam. Bizim duetimiz, tandemimiz çox gözəl alınır, çox uyğun olur. Demək olar ki, bir çox səhnələrdə elə demək olar duet olaraq əsasən biz Rəvanla çıxış eləyirik. Bəs niyə Rəvanı sonda saxlamısınız yəni? Boy fərqi, gələ üzümüzə vurasın onu, boy fərqi o bizdən hündürdür Boy nisbətən, fərqi, bəli. yəni kompleks yaşayacaqdınız ki, o hündürdür. Bəli, mən falan, deyim ona ki, görə. bəli, yaşayacaqdım. Bu kompleks niyə? Rəvan, zəhmət olmasa alqışlarla Rəvanı bura dəvət eləmək istəyirəm. Rəvan, zəhmət olmasa gəlin bura. Maşallah, boyunuz yaxşıdır. Hüseyni alqışlarla bura dəvət edirik. Bu kompleksi xüsusi olaraq sizə yaşatmaq istəyirəm Hüseyin. Çox sağ olun. Siz yanbayan deyəsə, indi lap belə görünürsünüz, boy fərqiniz daha çox görünür. Axıra salmağa ehtiyac yox idi. Bəli, məncə yerinizi dəyişirsiniz. Hər kəs öz yerinə, buyurun, alqışlarla yola salaq. Çox şad oldum. Not qəhrəmanları Fizzə xanım, bizi komandanızın kapitanı Hüseyin ilə tanış eləyərdiniz. Komandamızın kapitanı Hüseyin Nağıyev bizi burada iştirak eləmək təklifi ondan gəlib. Aha. Ona görə biz hamımız bugün Siz buradayıq. yox deyirdiniz, istəmirdiniz gəlmək, Yox, sadəcə israr sadəcə edib. təklifi o Təklif verdi. Biz də o dəqiqə razılaşdıq, çünki izləyirik Aha. Cemaat nə deyir verilişini. Kamança ifaçısıdır Hüseyin Nağıyev. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında təhsil alır. Bir çox əhəmiyyətli tədbirlərdə, konsertlərdə böyük orkestrlarla özünün solo ifası olub. Bəli. Uğurlarına, nailiyyətlərinə görə də Heydər Əliyev təqaüdünə layiq görülüb. Əla, alqışlar, not qəhrəmanları şad olun sizi tanımağıma Bizə həmçinin. və sizin rəqibləriniz var. Elegant oğlanlar. Dostlar, siz yerimizi dəyişsəz, mən sizi tanımayacağım. Hal-hazırda elə görünürsünüz. Yəni seçilir əslində. Bir dənə İsmail'dir seçilən. İsmail, salam, xoş gördük. Salam, xoş gördük. Niyə özünüzü digərlərindən fərqləndirirsiniz? Nədir səbəb? Kapitan olmağımı görə. Kapitan olmamızı gördünüz. Bir dəqiqənin içində sizi satdı ki, mən kapitanam. İsmail, xoş gördük, bizi komandanızı tanış eləyərdiniz. Çox sağ olun. Komandamız, elegant komandamız bizi də musiqi birləşdirir. Aha. Biz də musiqiçilərik hamımız. 10 ilə yaxındır ki, biz bir çalışırıq qrup olaraq, elegant qrup olaraq. Əli nağara Çox ifaçısıdır. gözəl. Ağayar Fərhadov kamança ifaçısıdır, skripka ifaçısıdır. Rüfət Şıxəliyev klaviş ifaçısıdır. Rauf Muradov zərb alətləri ifaçısıdır.
Aydındır. Rauf, boyla bağlı heç bir kompleksimiz yoxdur. Yəni istəyirsinizsə Rəvanı çağıra bilərəm ha sizlə bir yerdə. Bizdə İsmail var, ehtiyac yox. İsmail bəy var. İsmail bəy deyirsiniz Rəvandan hündürdür boyda. Özdə Deyəsən kollegayıq ha. boy kompleksiniz var, yəni bu qədər. Mən boyum yetərincə hündürdür. Əvvəl daha hündür idi. Sonra elə oldu ki, yavaş-yavaş cəmaət nə deyir də, artıq yavaş-yavaş belə boyun balacalaşmağa başladı. Məndə belə bir kompleks yoxdur açığı. Mən istəyirəm ki, Əli bəy bizi komandanızın kapitanı İsmail bəylə tanış eləyəsiniz. Komandamızın kapitanı bizim ansamblın rəhbəri İsmail Aşımlı, simli alətlərin ifaçısı, tar, ud, türk sazı, bağlama, milli saz, gitara, yəni Nə qədər simli alətlər bəli, ifa edir. Mən özüm də müxtəlif perkassion alətlərini nağara. Buradakılar iştirakçılarımızın hamımızı müxtəlif alətlərdə ifa etməyə bacarırıq və bir yerdə çalışırıq. Papağından və özünün boyundan da göründüyü kimi komandamızın kapitanı həm də rəhbəridir. Mən bir də maraqlıdır. Siz komanda olaraq necə ifalar edirsiniz? Harda necə adlanır? Komandanız elegant adlanır, qrup elegant qrupu, düzdürmü? Və siz gedirsiniz xüsusi olaraq komanda ilə birlikdə ifa edirsiniz müxtəlif yerlərdə. Bəli, el şənliklərinə gedib müsabiqələrdə iştirak eləmişik. Aha, çox maraqlıdır. Konseptlər Niyə taxmısınız? Yəni bura çox konsept olaraq. Konsept olaraq adımıza görə Aha, amma fərqli-fərqli eynəklərdə. Keç hamısı tanısınlar da, heç hamısı eynəklər biraz tanısınlar. fərqli olsun. Bəli. Bu isə elegant oğlanlar komandasıdır. Və bir məqam, siz boy sırasından dayanmışsınız nədənsə. Bizdə hər şey sırayla, Belə alınır. yəni. Hər şey sırayla. Bəli. Nizam, intizam. Çox gözəl. Hörmətli komandalar, elegant komandası və not qəhrəmanları komandası. Hər ikinizə uğurlar arzu edirik. Bizdə 100 nəfər arası sorğu aparmışıq, ən populyar cavabları axtarırıq. 4 raund olacaq, birinci və ikinci raundlar. Təbii ki, xallar toplamalısınız. Həmin xallar sizə sonda manata çevriləcək ki, elektronika məişət texnikalarını qazandıracaq. Qeyd edin ki, 3-cü və 4-cü raundda da eyni davam edirik. Sadəcə onlar orada xallar ikiyə vurulur. Daha çox manatlar qazanırsınız. Və ən çox kimin xalı olacaqsa onunla finala gedəcəyik. Əgər siz səhv cavab verirsiniz, bu səsə eşidəcəksiniz. Çalışın ki, bu səsi eşitməyəsiniz, populyar cavabları tapasınız, xallarınız çox olsun, manata çevriləndə təbii ki, daha böyük məbləğ olsun. Sonda isə finalda 1000 manat əlavə sizə təklifim olacaq. Hazırsınız? Bəli. Hazırsınız? Bəli. Hazırsınızsa başlayırıq. Cəmaət nədir? Round 1. Dostlar, başlayırıq Cəmaət Nədirin birinci raunduna. Birinci raunddan elə bəlli olacaq ki, hansı komanda irəli çıxır. Və təbii ki, hər iki komandaya uğurlar arzu edirik. Birinci raunda başlamaq üçün Hüseyin və İsmail dəvət edirəm. Mərkəzə! 100 nəfər arasında sorğu aparmışıq, 6 populyar cavabı axtarırıq. İlk düyməyə sıxan cavablandırır və ən populyar cavabı deyən isə təbii ki, seçim eləyəcək. Kiminlə yarışaq. Mühasibin masasında nə olur? Buyurun İsmail bəy. Qələm. Diqqət ekrana. Cəmaət nə deyir? Qələm. Bu ikinci populyar cavabdır. Hüseyin, mühasibin masasında nə olur? Dəftər. Diqqət ekrana. Cəmaət nə deyir? Var belə cavab, amma bu ən çətin cavab idi. İsmail, kimin oynayaq? Elegant oğlanlar, yoxsa not qəhrəmanlar? Özümüz başlayaq. Özünüz. Hər kəs öz komandasının yanına buyura bilərsiniz. Əli, siz danışa bilməzsiniz, amma onlar əməlli başlı yığışıb söhbət eləyək. Toplaşıla bilərsiniz, narahat olmayın. Əli, mühasib masasında nə olur? Mənim düşüncəmlə hesablama cihazı. Maşını. Kalkulator. Bəli, kalkulator. Diqqət ekrana. Gəlin baxaq. Cəmaət nə deyir? Bəli, kalkulator. Ağayar, mühasib masası. Nə olur orada? Kompüter ola bilər. Diqqət ekrana. Gəlin baxaq. Cəmaət nə deyir? Kompüter. Rüfət, mühasibin masasında nə olur? Deyiləsi cavablar deyilibdir. Çox cavab var. Gördüyünüz kimi 2 Bəli. cavab var hələ. 2 cavab var. Mənə elə gəlir ki, qələm qoymaq üçün də hansısa bir... Qələm qoymaq üçün qab. Hansı Diqqət qab? ekrana. Gəlin baxaq. Cəmaət nə deyir? Raufinho. Sizinlə davam edirik. Bəli. Mühasibin masasında nə olur? Printer olar məncə. Printer. Cavabınızı qəbul edirəm. Diqqət ekrana. Cəmaət nə deyir? Aha, hər mühasibdə də printer olmur ha. İsmail, mühasibin masasında nə olur sizin fikrinizcə? Yeri gəlmişkən 2 cavab var. Üçüncü xanana Səhv açamsınız. eləsə keçir. Bəli. Səhv eləsə keçir. Bəli, tamamilə doğrudur. Qaydaları məndən yaxşı bilirsiniz. Mühasib masasında mühasib
Bu adam nə məşğul olur? Hesablama. Mühasibatlıq falan o yan belə. Nə? Bəlkə eynəyi çıxarıb baxasınız. Bəlkə onda daha yaxşı cavab verərsiniz. Yoxsa necə? Yoxsa Eynək ola bilər. Eynək? Hə. Masasında. Eynək? Hə. Mühasibin? Ola bilər prinsip etibarilə. Bilmirəm. Cavabı siz deyirsiniz. Mən qəbul edirəm. Baxırıq. Nə? Nə ola bilər? Mühasibin masasında nə olur ki, dostlar? Eynək. Eynək. Cavabınızı qəbul edirəm. Diqqət ekrana. Əgər onların cavabı səhv olsa, mən sizin masaya doğru gələcəm. Diqqət ekrana. Cəmaət nə deyir? Ay, ay, ay. Eynə cavabı yoxdur. Çıxartın eynəyi. Biz davam edirik. Rəvan. Bir cavab deyirsiniz bizə. Versiya deyin. Mühasibin masasında nə olur? Müqavilə deyərdim. Sevil. Müqavilə. Müqavilə. Hamı müqavilə deyəcək. Buyurun. Sizdən davam edir Rizvan. Rizvan, mühasibin masasında nə olur? Kömək eləməlisiniz. Siz başqa cavablar Düşünürəm ki, çeklər ola bilər. Çeklər. Fizzə xanım. Mən də qəbz düşünürdüm. Bəli, qəbz. Hüseyin, komanda sizə kömək eləmədi. Əslində Müxtəlif cavablar istədilər. Daha belə ağla batan cavab bəlkə. Əslində sizin o köməkliyinizdən nəticəyə gəldim ki, mühasib birbaşa pulla məşğul olursa, Aha. bəlkə olar. Amma düşünmürəm mühasib, çünki kiçik miqdarlı pullarla işləmir axı, bəlkə onu ora. Amma məncə mühasibdirsə mütləqdir ki, orada 5 manatdan, 10 manatdan nəsə var masasında yəqin ki. Ola bilər, bəli, pul. Cavab? Pul. Pul. Bəli. Qəbul edirəm. Fizzə xanım, cavabınız nə demək istəyirsiniz? Mən bir versiyam da Aha, var deyin, əslində. Biz onsuz dəyişməyəcəyik. Diplomat çantalar da ola bilər Ha? əslində. Diplomat çantalar, öz çantasına həmişə. Diplomat çantalar. Hə. Aydındır. Biz baxırıq pula. Əgər pul cavabı burada olsa, onlar xanaları açıblar. Və təbii ki, biz açacaq, baxacaq. Əgər düz olsa, doğru olsa, siz xalları götürəcəksiniz. Komandanın heç bir cavabından xüsusi olaraq bir nəticə çıxarmadınız. Öz cavabınızı dediniz, düzdürmü? Fizzə xanım, küsmədiniz ki, Hüseyinlə? Yox, qətiyyən. Gəlin baxaq. Dördüncü xanda görə hansı cavab gizlənib? Diqqət ekrana. Sənəd, bəli, müqavilələr, qəbzlər, sənədlər, kiminsə nə bilim aktlar, müxtəlif cavablar ola bilər də. Hüseyin bəy, siz isə pul dediniz. Əgər bu cavab burada olmasa, komanda sizdən küsə bilər. Diqqət ekrana. Cəmaət nə deyir? Bravo! Əla! Möhtəşəmsiniz. Siz 70 xalı qazandınız və birinci raundun qalibləri oldunuz. Dostlar, mən sizə dedim... Bəli. Halal eləsinlər xalları. Halal etsinlər. Halal. Neynədiniz ki, götürdünüz bəyəm, qazanmışsınız da siz. Onlar tapa bilmədilər, siz tapdınız. Axı, dedim, mühasib. Mühasib təbii ki, o vaxtı daha çox idi. Mühasiblərə yaxınlaşırdılar, açırdı, cəmaatın pulunu sayırdı, verirdi. Masanın üzərində də pul olur mühasiblərdə yeri gəlmişkən. Sanki mühasib görməmişsiniz. İndi yoxdur. İndi Görmüşük, yoxdur, sadəcə ona görə biz indiki Dostlar, zamanla. sizə isti deyil belə bu paltarla. yox. Yox, hər şey yaxşıdır. Hər şey qaydasındadırsa, davam edirik. Birinci raundun qalibi Not qəhrəmanları. Bravo. İkinci raundda nələr başlayacaq, bunu müəyyən etmək lazımdır. Biz davam edirik. Cəmaət nə deyir? Raund 2. Round 1-də maraqlı bir məqam oldu. Təbii ki, elegant oğlanlar xanaları açdılar. Sonra isə 3 səhv cavab, mən rəqib komandaya yaxınlaşdım. Bir cavabla xalları, 70 xalı götürmüş oldular. Təbrik edirik sizi. İkinci raundda xallar necə dəyişəcək? Elegant oğlanlar irəli çıxa biləcək, yoxsa yenə də xalları onlara hədiyyə vermiş olacaqlar. Bilmirəm, bunu müəyyən etməyin tam zamanıdır. Əli, Fizzə, mərkəzə! Hər ikinizə uğurlar arzu edirik. 100 nəfər arası sorğu aparmışıq. 7 populyar cavabı axtarırıq. Bir əl masada zəhmət olmasa, masada. Düymə üzərində yox, masada. Və ilk düyməyə çıxan təbii ki, cavablandıracaq. Populyar cavabı tapın ki, seçimi siz edəsiniz hansı komanda ilə yarışırıq. Əkizləri necə ayırt etmək olar? Buyurun Fizzə xanım. Əkizləri, mən düşünürəm ki, mənim əmlərim də əkiz idi. Aha. Biz həmişə onları bizlə olan münasibətinə görə, danışığına görə fərqləndiririk. Danışığına görə. Bəli. Diqqət ekrana, cəmaət nə deyir? Bəli, səs danışığına görə. Əli, sizin fikircə əkizləri necə ayırt etmək olar? Boylarına görə. Diqqət ekrana, cəmaət nə deyir? Boy, belə cavab var, amma bu populyar deyil. Kimin oynayır Fizzə? Not qəhrəmanları, yoxsa elegant oğlanlar? Not qəhrəmanları. Not qəhrəmanları. Hər kəs öz komandasına keçə bilər. Və davam edirik sizinlə. Təbii ki, Rizvan, siz deyəcəksiniz. Əkizləri necə ayırt etmək olar? Geyiminə görə ola bilər. Cavabınızı qəbul edin. Diqqət ekrana, cəmaət nə deyir?
Əla, çox yaxşı. Semir xanım, əkizləri necə ayırt etmək olar? Mənim fikrimcə saç rənginə görə. Diqqət ekrana, cəmaət nə deyir? Yoxdur belə cavab. Rəvan, əkizləri necə ayırt etmək olar? Gözlərinə görə. Gözlərinə görə. Gözlərin rəngi dəyişkən ola bilər. Diqqət ekrana, gəlin baxaq, cəmaət nə deyir? Var, gözlər. Hüseyin, əkizləri necə ayırt etmək olar? Əslində mənim də iki variantım var. Aha. Adlarına görə fərqlənə bilərlər. Bir də xasiyyətlərinə görə. Elə olur məsələn Bir cavab deyin. ad olsun. Diqqət ekrana, cəmaət nə deyir? Bəli, ad. İkinci populyar cavabı tapmamışıq sizdə. O deməkdir ki, siz rahat şəkildə deyə bilərsiniz. Əkizləri necə ayırt edirlər? Elə Hüseyin dedi, mənim də ağlımda oradan qaldı. Xasiyyətlərinə görə. Xasiyyətlərinə görə. Cavabınızı qəbul edirəm. Diqqət ekrana, cəmaət nə deyir? Yoxdur belə cavab. Siz söhbət elədiniz, danışdınız. Danışın da, danışın, söhbət eləyin. Rizvan, daha bir səhv cavab rəqib komandaya yaxınlaşan. Tapırlar, xalları götürürlər. Birinci raundun tarixçisi sanki təkrarlana bilər. Və bunun üçün siz imkan verməməlisiniz. Tarixi dəyişin. Deyin görə, əkizlər necə ayırt etmək olar? Sevdiyi necə xarakterlərə görə də belə. Sevdiyi xarakterlər. Yəni Ya xarakterlərinə görə, yoxsa Dedim mən xarakter. sevdiyi işlərə görə də belə. sevdiyi işlərə görə. Hobilərinə Yaxşı, cavabınızı görə. qəbul edin. Sevdiyi işlər anlamadım, amma baxaq da, görək belə bir cavab varmı? Cəmaət nə deyir? Yoxdur belə cavab. Mən yaxınlaşam rəqib komandaya. Rauf, sizin fikrinizcə əkizləri necə ayırt etmək olar? Əkizləri oğlan qızda əkiz olur, Hə, bacı qardaş. bəli. Cinsinə görə də ola bilər. Rüfət, Uşaq vaxtlıqda hər hansısa bir çapığa görəm də Ağayar. əkizlər fərqlənə bilər. Saç rənginə görə mən fikirləşirəm. Əli, Məncə cinslərinə görə ayırt etmək olar. İsmail, sizin isə cavabınız önəmlidir. Əgər siz doğru cavabı tapsaz, bu halda bu xalları götürə bilərsiniz və birinci raundda xalları ötürmüşdünüz ha. Onları yenidən özünüzə bərpa qaytara eləyə bilərsiniz. Və 67 xaldan çox xal. İkinci populyar cavabı tapmamışıq əzizim. Mən sizə cavab gözləyirəm. Mən ağlıma ən çox Raufun variantı Nə demişdi Rauf? cinslərinə görə də. Yəni Cinslərinə görə. bacı qardaş ola bilər. Bacı qardaş ola Hə, bilər. Yəni Gəl baxaq. nə deyirsiniz uşaqlar? Halına görə də ola bilər. Əkizlər. Əkizlər, yəni oğlan qız ola bilərlər. Aha, cinsinə görə. Cinsinə görə. Diqqət ekrana. Gəlin baxaq görək. Bəs görəsən cəmaət nə deyir? Əgər siz doğru cavabı söyləsəz, 67 xaldan çox xal, hətta mən sizə deyim ki, ikinci populyar cavab olsa, daha çox xalı götürəcəksiniz. Onlardan irəli keçə biləcəksiniz. Məncə olacaq. Səhv cavab olsa, xallar getdi, Əli. Eləmə də belə. Valla mən nə deyir, eləyən sizsiz. Mən sadəcə açıram. Siz deyirsiniz açıram. Cəmaət nə deyir? Dostlar, ikinci populyar cavabı tapa bilmədik. İkinci populyar cavab bir çox hallarda hətta onunla zarafat belə eləyirlər. Diqqət ekrana. Gəlin ikinci populyar cavaba baxaq. Hansı cavabdır bu? Diqqət ekrana. Cəmaət nə deyir? Xal. Bu versiya var idi. Və amma siz Raufa getdiniz. Raufun dediyi cavaba getdiniz. Daha bir cavab var idi ki, dostlar siz soruşa bilərdiniz. Soruşa bilərsiniz. Diqqət ekrana. Cəmaət nə deyir? Bəli, soruşurlar və əkizləri ayırt edirlər. Sənin adın nə idi? Məsələn, deyək ki, əkizlərdə. Famil, Ramil. Ramil, Ramil, Famil. Bu cür ayırt etmək olar. Çox asan. Soruşmaqla. Dostlar, ikinci raundda əldən getdi. Və 137 xalınız var, not qəhrəmanları. İkinci raundun qəhrəmanları. İkinci raundun qalibləri. Sizin isə heç bir xalınız yoxdur. Üçüncü raundda xallar ikiyə vurulur. Siz onlara çata, siz onları ötə bilərsiniz, keçə bilərsiniz, geridə qoya bilərsiniz. Odur ki, oyunumuz davam edir. Cəmaət nədir? Round 3. Keyfləri kökdür ya. Bir hamısı gülür. Baba. Təbəssümə bax, təbəssümə bax. Rəvana bax. Rəvan boyunuz uzandı ya biraz da. Rəvan, təbii ki, davam edirik dostlar. Elegant oğlanlar. Rauf, sizin isə boyunuz bir balaca da aşağı düşdü elə bir ki. Yavaş-yavaş düşürsünüz. Amma bilmək olmaz. Üçüncü raund, təbii ki, xallar ikiyə vurulur. Diqqətli oynayaq. Rizvan və Ağayar. Mərkəzə! Xoş gördük. 100 nəfər arasında sorğu aparmışıq. 6 populyar cavabı axtarırıq. İlk düyməyə sıxan cavablandıracaq. Populyar cavabı tapmaq lazımdır ki, seçimi siz edəsiniz. Beləliklə,
arvad ərini hansı vərdişdən çəkindirmək istəyir? Buyurun, ağayar. Siqaret çəkmək. Diqqət ekrana. Cəmaət nə deyir? Bəli, siqaret içki. Ağayar, kiminlə oynayırıq? Elegant oğlanlar yoxsa not qəhrəmanları? oynayırıq. Özünüz oynayırsınız. Hər kəs öz komandasının yanına buyura bilərsiniz. Arvad ərini hansı vərdişdən çəkindirməyə çalışır? Hansı hərəkətindən? Deyir ki, bəs də bunu elədin də. Buyurun, Rüfət, sizinlə davam edirik. Pulu çox sağa-sola israf eləmək. Sağa sola kimə, yəni? Ola bilər, Aha, deyən, düzəldir, mal alır, deyən, mal alır. Hə. yəni necə belə sizə fikirləşirəm də. Necə beləçə fikirləşəm, nə deyəm beləçinə? Nə Pulunu deməkdir? çox xərcləmək. Hara xərcləmək? Kimə? Yersiz yerə. Kimə? Yersiz yerə. Yersiz yerə kimə deyirəm? Cavab deyil bizə. Hara xərcləyir pulu? Pulu çox sağa-sola dağıdırsan. Sağa sola. Sağa sola. Yəni mən başa düşdüyüm də. Yəqin ki. Hə? Diqqət ekrana. Gəlin baxaq. Rüfət. Eynəyimiz qızardı. Eynəklə. Vallahi eynəyimiz Evə qızardı. getmək var. Cəmaət nə deyir? Yoxdur cavab. Çünki konkret cavabınız yox idi. Başqa şeylər nə deməkdir ki? Rauf, arvad ərini hansı vərdişdən, hansı hərəkətindən çəkindirməyə çalışır? Bəlkə kişinin qırağında da arvadı var, ona görə. Cavabı deyə qardaşlar, bitir də bu söhbətləri. Diqqət ekrana, cəmaət nə deyir? Hadi də başqa qadınlara pul xərcləyir. Budur da. Adamam, mən nə bilim. Rüfətin təri soyudu. Amma yenə də eynəyi qıpqırmızı qalıb. İsmail, sizinlə davam edirik. Arvad ərini hansı vərdişlərdən, digər vərdişlər var ki, məsələn, gəlir evə, hər dəfə bunu edir və qadına səbəb bəsdir də, başını burax, nə bilim, eləmə bunu. Məncə mərz oyunlarından. Başqa cavabınız yoxdur? Başqa yox. Cavabınıza baxaq. Baxaq. Yaxşı. Diqqət ekrana, cəmaət nə deyir? Əli, baxın, kişilər evə gəlirlər, girir içəri və hansı bir hərəkətlər edir. Qadın da deyir ki, bəs də, yoruldum mən. Bütün gün olsuz da bu işlə məşğul olum, sən də bitir əfdən. Davadalaşdan məncə. Davadalaş. Hə. Yaxşı, axşamdır, yaxşı insanlar, təbii ki, ailədilər. Birlikdə artıq gecə saat 11-dir və yavaş-yavaş yuxuları gəlir. Hansı vərdişi var ki, kişi deyir ki, qadın deyir ki, bəs də, yata bilmirəm səhərə qədər. Səliqəsiz olmağı. Cavaba baxaq. Diqqət ekrana, cəmaət nə deyir? Bəli, əşyaları səpələyir və bu deməkdir ki, adam səliqəsizdir. Ağayar, arvad ərini hansı vərdişdən çəkindirmək istəyir? Mənə elə gəlir çayxanaya getmək, nə bilim. Çayxanaya getmək. Dostlarla vaxt keçirmək. Çox vaxt. O vərdiş, o vərdiş. Pisdir ki, bəyəm vərdiş olaraq dostlarına vaxt Çayxanaya məsələn dəmini oynamağa. Nə olsun, əladır da, gedir oynayır da. Evdə paltarları, əşyaları səpələmir. Başqa qadınlara pul xərcləmir ki, gedir damin oynamağa. Nəyə pisdir ki? Başqa nə ola bilər? Vərdiş var ki, görür hər dəfə, deyir, bəs də bunu elədin də. Xoruldaya bilər. Cavabınızı qəbul edin. Diqqət ekrana. Gəlin baxaq, cəmaət nə deyir? Xoruldamaq. Rüfət, davam edək sizlə. Yoxsa keçək dərhal Raufa. Rüfət, arvad ərini hansı vərdişdən çəkindirmək istəyir? Bizə cavab deyin. 2 səhv cavabınız var. Daha bir səhv cavab rəqib komandaya yaxınlaşıram. Buyurun. Desəm, var özünə baxmayan kişilər var ki, məsələn, ola bilər qadınları ona deyər ki, yoruldum sənə deməkdən, gir hamama çim də. Gir hamama çim. Gəlin baxaq da cavabınıza. Pintilik. Diqqət ekrana, maraqlı cavabdır. Ola bilər, ola bilər. Diqqət ekrana, cəmaət nə deyir? Yoxdur belə cavab, təəssüf. Yaxınlaşan rəqib komanda, Rəvan bəy, arvad ərini hansı vərdişdən çəkindirmək istəyir? Mən simizlik deyərdim. Sevir xanım. Futbola baxmaq. Mən düşünürəm ki, evə gec gəldiyinə görə. Fizzə? Mən bədxərclik. Bədxərclik. Hüseyin, sizin isə cavabınız çox vacibdir. Əgər siz səhv cavabı desəz, rəqib komanda 128 xalı götürəcək, öz sıfırının üzərinə əlavə edəcək. Amma düz cavabı desəz, Fizzə xanım, yalnız sizin cavabınızı demişsiniz. Əgər düz cavabı desəz, 128 xaldan çox xalla qazanacaqsınız və onlardan xeyli uzaqlaşacaqsınız. Cavab. Deyək, evə gec gəlmək. Evə gec gəlmir. Ola bilər evə gec gəlmir. Evə gec gəlir və xanım da əsəbləşir ki, bəsdir bu vərdişdən əlcək gecə gəlmək olmaz. Cavabınızı... Biraz nisbətən tez gəlsin. Bəli, evə gec gəlmək. Evə gec gəlmək. Cavabınızı qəbul edirəm. Diqqət ekrana gəlin, baxaq görək bu cavabı deyən neçə nəfər var. Və mən sizə həqiqətən cavablarınız çox maraqlıdır. Artıq 3-cü raunddur ki, siz rəqibi irəli buraxmaq istəmirsiniz. İrəli buraxmırlar hətta.
Onlar da olduqca uğurlu komandadır. Ola bilər indi. Rüfət, evə geyə biləcəksiniz bu gün. İnanmıram, çətin. Diqqət ekrana, cəmaat nə deyir? Yoxdur belə cavab. Nəhayət ki, 128 xal sizin də elegant oğlanlar. 3-cü raundun qalibləri. Hə, maraqlıdır hansı vərdişlərə söhbət gedir, düzdürmü? Bu bir çox hallarda insanları, qadınları daha çox qıcıqlandırır. Gəlin baxaq 4-cü xanda hansı cavab gizlənib. Cəmaat nə deyir? Təbii ki, bəzən olur da insanlar yemək yeyəndə marçıladılar, belə bəh-bəh-bəhlə yeyirlər. Və var belə bir məsələ, Fizə xanım. Xoşunuza gəlir kişi marçıladanda? Ya belə baxdınız ki mənə. Xoşuma gəldi. Kişi marçılatmasa o nə kişidir? Yəni maçdan söhbət gəlir, marçılatmaq, Bəli. yemək yeyəndə. Yəni Əslində- maçı demirəm. Düzdür, amma nə bileyim, Bəli? marçılatmaq. Hə, siz maç... Bəlkə də bizim ailədə yoxdur elə, ona Ola görə bilər. bilmirəm. Daha bir vərdiş var, o heç kimin xoşuna gəlmir. Heç bəylərin də xoşuna gəlmir, heç xanımların da xoşuna gəlmir. Diqqət ekrana. Cəmaat nə deyir? Dırnaq didimək. Bəzən olur, bax, ən pis vərdişlərdən biridir. Uşaqlıqdan bəri hər zaman bir çox uşaqlara irad tutulur. Bəli, sevgili xanım, var sizdə belə bəyaqdan dırnaqlarınızı belə? Var belə bir məqam? Yoxdur ki. Əla. Biz not qəhrəmanlarını təbrik edirik. 137 xalınız var. Amma 3-cü raundun qəhrəmanları elegant oğlanlar komandasıdır. 128 xal və ən əsası növbəti raund. Həll edici raunda keçid alırıq. 4-cü raundda bəlli olacaq kiminlə finala gedirik. Kimə 1000 manat təklif edəcəm. Ya not qəhrəmanları, ya elegant oğlanlar. Cəmaat nə deyir? 4-cü raund. Həll edici raunddayıq. Kiminlə finala gedəcəyik mənə çox maraqlıdır. Tamaşaçılarımıza da maraqlıdır. Ona görə 4-cü raunda başlamaq üçün bir tərəfdə Sevili xanım, bir tərəfdə Rüfət. Mərkəzə! Rüfət. Üzr istəyirəm. Buyurun. Növbəti sualda yatmaqla bağlıdır. Qardaş, biraz öldüz. 100 dəfə arasında sorğu aparmışıq. 7 populyar cavabı axtarırıq. İlk düyməyə sıxan cavablandıracaq. Ən populyar cavabı deyən isə seçim edəcək. Hansı komanda ilə yarışırıq. İnsan yatmazdan əvvəl telefonu ilə nə edir? Buyurun Rüfət. Birinci, yəqin ki, yatmazdan əvvəl yalnız zaryadkaya. Cavabınıza baxaq. Cəmaat nə deyir? Ən çətin cavabı tapdınız. Sevgili xanım, insan yatmazdan əvvəl telefonu nə edir? Nə edir telefonla? Sonuncu dəfə mesajlarına baxır da, sonuncu mesajlar. Mesajlara baxır. Cavablandırır. Mesajlara baxır. Bəli, cavablandırır. Harda? Nədə? Telefonda. Telefonda, yataqda. Bəli. Cəmaat nə deyir? Yoxdur belə cavab. Rüfət, kiminlə oynayaq? Elegant oğlanlarla, yoxsa not qəhrəmanları? Komanda özüdür. Hər kəs öz komandasının yanına buyura bilərsiniz. Rüfət, niyə belə suallar sizə rast gəlir? Bəlkə karın könlündəkidir. Davam edirik Rauf sizinlə. İnsan yatmazdan əvvəl telefonu ilə nə edir? Məncə səsini alar. Nə? Səsini bağlayar. Səsini alar, Hə. səsini alar deyir. Diqqət Səssizə edin, qoy. cəmaat nə deyir? 6-cı populyar cavab. İsmail, həmişə yuxarıdan aşağı düşürük. Bu dəfə altdan yuxarı qalxırıq. Nə məsələdir bilmirəm. Əsas odur çətinlər tapılır. Çətinlər tapılır, amma populyar cavabı tapmaq lazımdır. Deyin görə insan yatmazdan əvvəl telefonla nə edir? Məncə budilnik qura bilər də. Diqqət ekrana. Zəngli saat. Cəmaat nə deyir? Ən populyar cavabı tapdıq. Əlif, insan yatmazdan əvvəl telefonla nə edir? Yəqin ki, dövrümüzə uyğun olaraq sosial şəbəkələrə girib baxır ən azı. Diqqət ekrana, gəlin baxaq. Cəmaat nə deyir? Sosial şəbəkələr, heç bir səhviniz yoxdur. Əla gedirik. Ağayar, insan yatmazdan əvvəl telefonla nə edir? Mesaj yazmaq olar. Mesaj yazırsınız. Cavabınıza baxaq. Diqqət ekrana. Cəmaat nə deyir? Rüfət. Yenə mən. Bəli. İnsan yatmazdan əvvəl telefonu ilə nə edir? Telefonda nə edir? Telefonu neydi? Aha, tez. Buyurun. Cavab. Deyil. Ola bilir ki, elə bir hallar olur ki, məsələn, telefonu söndürürəm. Söndürür. Cavabınızı qəbul edir. Diqqət ekrana. Gəlin baxaq. Cəmaat nə deyir?
Hə, var. İkinci populyar cavabı tapmaq lazımdır, Rauf. Deyin görək, insan yatmazdan əvvəl, yatmamışdan qabaq telefonla nə edir? Amma səhərə kimi oynayır. İnterneti bağlayır məncə. İnternetə bağlayır. Diqqət ekrana. Cəmaət nə deyir? Yoxdur belə cavab. Daha bir səhv cavab. İsmail, mən yaxınlaşam rəqib komandaya və onlar oyunu apara bilərlər. Telefonla yatmazdan öncə insan nə edir? Bir adam düşünün, yatmazdan öncə görürsünüz telefonda oturub. Nə edir ki orada? Oyun oynaya bilər də məsələn. Cavabınızı qəbul edirəm. Diqqət ekrana. Gəlin baxaq. Cəmaət nə deyir? Bu da var. Daha bir xananı açırsınız. Sonuncu cavabdır bu. Əli, sizin üçün. Əgər siz düz cavabı desəz, xanaların hamısı açılır, dərhal sizinlə finala gedirik, onlarla sağollaşıram. Əgər səhv cavabı desəz, mən bu halda yaxınlaşacağım rəqib komandaya. Onlar tapacaqlar və xalları götürüb finala gedəcəklər. Finalın cavabı Əli sizdədir. Ağa mənim, atdınız məni odaya, vallahi. Əslində yaraşıqlı oğlansınız. Sağ ol, Eynəyi də sağ ol. taxmışsınız. Detektivlərə oxşayırsınız. Xəfiyyəsiz və istənilən halda sizin üçün bu çətin olmamalıdır. Özdə həyat təcrübəniz də var, ailə həyatı da qurmusunuz. Qurmamışam, subayam. Subaysınız, hə. Onda lap yaxşı. Buyurun, cavabınız. Əli, bir cavab deyin. Dinləməyin. Ağlınıza gələn ilk cavabı deyin. Bu halda inanın mənə daha keçər. Saytlara girir, ağlıma bu gəlir. Cavabınızı qəbul edirəm. Diqqət ekrana. Gəlin baxaq. Cəmaət nə deyir? Yoxdur belə cavab. Biz davam edirik. Rəvan. Əla bir məqamdır. Versiya deyirsiniz. Buyurun. İnsan yatmazdan əvvəl telefonla nə edir? Yəni evli deyilsə sevgilisindən sağollaşa bilər. Sevil. Telefonla danışırsınız. Rizvan. Telefonla danışır. Fizzə. Mənim versiyalarım deyilib artıq, ona görə ağlıma heç nə gəlmir. Heç bir cavabınız yoxdur. Hüseyin. Komanda sizə kömək eləmədi. Bir cavab dedilər. Demək olar ki, hamısı. Fizzə xanım ümumiyyətlə cavab demədi. Sizin seçiminiz finala gedək, yoxsa sizinlə sağollaşaq? Əlbəttə istəyirik finala gedək, amma gedişat göstərməlidir onu. Baxın, siz birinci raundda belə öz cavabınızı dediniz, öz versiyanızı dediniz. Komandaya qulaq asmadınız. Amma pis deyildi nəticə. Amma bu dəfə nə edəcəksiniz? Yəni komandaya qulaq asacaqsınız, yoxsa daha bir versiyanız var? Bəlkə də orada çıxmaya bilər, nisbətən qeyri-populyar cavab ola bilər. Amma məsələn, mən nümunə özümü götürürəm ki, tutaq ki, gün ərzində o qədər gərgin olursan, vaxt məhdudiyyəti ola bilər. Məsələn, mən gecə yatmamışdan əvvəl olur ki, hansısa bir filmi, hansısa bir seriyanı axşama saxlayıram, yatmamışdan qabaq baxıram. Amma gəlin istəyirsiniz deyək, filmə baxır, ya seriala, yəni. Cavabınızı qəbul edirəm. Filmə və yaxud seriala baxır. Aydındır, başa düşdüm. Cavabınızı qəbul edirəm. Bəli. Fizzə xanım, heç bir versiya kömək eləmədi. Sevil xanım sizi dinləmədi. Rəvan bəy, sizin də cavabınız çox maraqlı idi. Nə dediniz? Sevgilisindən sağollaşır. Sevgilisindən sağollaşır. Bir çox hallarda bu baş verir axı. Deyir ki, həyatım, mən yatıram. Gecən xeyrə qalsın. Yox, olur da Hüseyin. Elə olur qulağında yatır bəlkə. Bəli, niyə demədiniz əzizim? Diqqət ekrana, gəlin baxaq. Dedi film. Film və yaxud Neçə nəfər film cavabını deyib? Əgər belə cavab varsa təbii ki. Əgər sevgili cavabı varsa, rəqib komanda apardı. sevgili Dostlar, dizlidir, amma yeri gəlmişkən film cavabı çox maraqlı cavabdır. Yo. Mən hər gün bunu edirəm. Açığı, nə yalan deyim, hər gün bunu edirəm. Sizin variant Bir daha serialım var optimaldır. və bu seriala axşamlar işdən sonra baxıram, bir yarım saat ondan sonra yatıram. Maraqlı versiyadır. Qorxutdunuz bizi. Ola bilər. Bilmirəm, amma Neysə, bitirək də bunu ya. Ya bu yanlıqdır da. suallar bugün çox Ya təhlükəli bizdeydi, suallar. ya da bizdeydi. Ya bizdeydi, ya da onlarlıqdır. Yəqin ki də. Diqqət ekrana, gəlin baxaq, cəmaət nə deyir? Oyun oynayır deyəndən sonra dərhal bunu demək lazımdır. Film və yaxud da musiqi dinləyir. Özünüz də musiqiçisiniz. İstənilən halda elegant komanda. Həqiqətən çox xoşuma gəldiniz. Mən sizi gələn dəfə dəvət edəcəm. Mütləq şəkildə gəlin iştirak edin. Rauf, dostum, Rüfət. Təşəkkürlər. Ağayar, Əli, İsmail, möhtəşəm görünürsünüz. Hər zaman tədbirləriniz bol olsun. Çox sağ olun. Not qəhrəmanları bravo, bravo deyib elə bir ki, onları yola salmaq istəyirsiniz. Yox. Yox, Könül istərdi ki, finalı bir yerdə oynayaq, amma indi oyunun qaydaları var da. Bəli, qayda odur ki, finaldasınız. Finalda görüşəcəyik. Sizə 1000 manatlıq təklifim olacaq və ümid edirəm ki, 1000 manatı qazana biləcəksiniz. Not qəhrəmanları finalda olacaq. Cəmaət nə deyir? Final!
qəhrəmanları mən sizi təbrik edirəm. 311 xalla siz finaldasınız və çox yaxşı oyun nümayiş etdirdiniz. Hüseyn Əməlli komandanı xilas elədiniz. Cavabınız sonda olan cavabınız mükəmməl idi həqiqətən. Bütün hər şeyi dəyişdi. Yoxsa oyun əldən gedəcəkdi. Yeri gəlmişkən finalda təbii ki siz 311 manatla da gedə bilərsiniz. Finalda sizə təklifim 1000 manatdır. Yəni 1311 manatla buradan ayrıla bilərsiniz. Amma 1000 manatı hələ qazanmaq lazımdır. Hüseyn 200 xal lazımdır sizə. 200 xalı qazanmaq üçün 2 nəfər lazımdır. Bizə deyin kim olacaq bunlar və kim birinci iştirakçı, kim ikinci iştirakçı olacaq? Əslində belə sizinlə bura gələndə fikirləşməmişdik ki, finala keçsək, hər halda keçəcəyimizi bilirdik, inanırdıq daha doğrusu. Düşünürdük, hələ bilmirdim kim oynayacaq, amma sizin bu gözəl, böyük motivasiyamızdan sonra düşünürəm ki, bəlkə yenə xilas eləyə bilərəm, özüm oynayacağam birinci. Sonra isə artıq qrupumuzun məşhur üzvü Rəvan oynayacaq ikinci. Rəvan və siz. Siz birinci, Rəvan ikinci. Rəvan sizi gözləmə salına. Hüseyin sizə mərkəzə göndərəm. Buyurun. Hüseyin, mən sizi təbrik edirəm. Siz finaldasınız. Finalda təbii ki, Rəvanı göndərdik gözləmə zalına. Siz isə mərkəzə aldı. Sizə 5 sualını ünvanlayacağım. 100 nəfər arasında sorğu aparmışıq. Ən populyar cavabları axtarırıq. Və nəticə itibarilə siz gərək ki, populyar cavabları tapasınız ki, 200 xaldan heç olmasa yarısını toplayın. 20 saniyə vaxtınız olacaq. İlk sual bitəndən sonra vaxt gedəcək. Hazırsınızsa başlayaq. Hazıram. Başladıq. Kişi qadını romantik görüş üçün hara dəvət edir? Restorana. Avtomobildə tez-tez nəyi dəyişirlər? Çolları. Ər nə üçün narazıdır? Arvadı çox pul xərcləyir. Elanlarda hansı sözü daha çox rast gəlinir? İşçi axtarılır. İnsanla meymunun fərqi nədir? Tükü. Tükü yüzdə. Maraqlıdır cavablarınız. Bilmirəm, populyar cavablardır, yoxsa yox. Hər halda bunu müəyyən etməyin bir üsulu var. O da ki, yaxınlaşıram, yanınıza baxırıq. Yaxınlaşıram. Deyirsiniz, meymunla insanı yalnız tük fərqləndirir. Ağlıma heç nə gəlmədi. Yəni, deyək ki, biz bir meymunu götürüb, aparırıq epilyasiya və yaxud da ki, ümumiyyətlə təmizləyir tüklərini, olur adam. Yalnız bu da fərq. Həmin dəqiqədə başqa bir şey ağlıma gəlmir. Oy. Sizin cavablara baxacağıq və maraqlıdır ki, nə qədər xal toplamısınız. 200 xala ehtiyacınız var. Heç olmasa gərək ki, yarısını toplayasınız, yarısını da Rəvan toplasın. Sizin fikrinizcə Rəvan yoxsa siz daha çox xal toplayacaqsınız? Bilmirəm. Bilmirsiniz. Əslində onun da işi daha çətindir, amma mən də nəsə toplamalıyam. Meymun bizi bu dəfə pis vəziyyətə qoydu. Ancaq meymun, digər cavablarınız yaxşı edirsiniz. Hər halda yəqin bir 60 falan toplamaq olardı. 60? Qalib ola bilməsə belə, 1000 manatlıq sertifikat olmasa belə. 311 manat dəstəmizə. Yaxşı, gəlin sizin cavablarla davam edelim. Mən sizə sual verdim ki, kişi qadına romantik görüş üçün hara dəvət edir? Siz dediniz ki? Restorana. Bəli? Restorana. Bəli, ucadan deyin. Restoran, neçə nəfər restoran cavabını deyib. Diqqət ekrana. 34 nəfər əla cavab edir. Avtomobildə tez-tez nəyi dəyişirlər sualda sizə ünvanlandı? Siz dediniz ki? Çıxol. Çıxol bəyəm, örtük tez-tez dəyişilir. Ağlıma, həmin anda biraz gərgin olur insan. Neçə nəfər örtük cavabını deyib. Diqqət ekrana. 3 nəfər. Mən sizə sual verdim. Ər nə üçün narazıdır? Siz dediniz ki? Bədxərcliyinə görə yoldaş. Bəli, bədxərc olduğuna görə. Neçə nəfər bədxərc cavabını deyir. Diqqət ekrana. Bir nəfər. Elanlarda hansı sözə daha çox rast gəlinir sualını sizə ünvanladım. Siz dediniz ki? İşçi axtarılır. Bəli, işçi axtarılır. Neçə nəfər işçi cavabını deyib. Diqqət ekrana. 22 nəfər. Mən sizə sual verdim ki, insanla meymunun fərqi nədir? Siz dediniz ki? Tük. Bəli, siz dediniz tük. Maraqlı neçə nəfər tük cavabını deyib. Diqqət. Bir nəfər adam mən olarım. Ekrana. 4 nəfər var. 64 xal. Elə belə də düşünmüşdünüz ki, 60 xal falan toplayacağım. Komanda, not qəhrəmanları sizi gözləyir. Buyurun. Not qəhrəmanları, sizin cəmi 64 xalınız var. 136 xal lazımdır sizə. 136 xal toplamaq üçün, ümumiyyətlə 200 etməsi üçün bura böyük məmnuniyyətlə Rəvan bəy dəvət edirik mərkəzə.
Rəvan, necəsiz? Elhamdülillah. Biraz istirahat edə bildiniz. Soyuq idi ama. Soyuq idi. Bəli. Hə, mən demişəm də kondisioneri bir balaca aşağı salsınlar. Eybi yoxdur. Sərinlik daha yaxşı. Nəinki istidən. Biz burada istidən bilmirik neyək. Hər halda eybi yox. Biz sizinlə davam edirik. 100 nəfər arası sorğu aparmışıq. Ən populyar cavabları axtarırıq. Biz 5 sual ünvanlayacağıq sizə. O sualları ki, mən Hüseyin bəyə ünvanlamışdım. Əgər sizin cavabınız Hüseyin bəyin cavabı ilə üst-üstə düşərsə, bu səsə işləyəcəksiniz. Və dərhal cavabınızı dəyişib, başqa cavab deməlisiniz. Biz Hüseyin bəyə 20 saniyə vermişdik, sizə 25 saniyə vaxt veririk. İlk sual bitəndən sonra vaxt gedəcək. Hazırsınızsa başlayaq. Xalımız elə də ürək açan deyil ama başlayaq. Başladıq. Kişi qadını romantik görüş üçün hara dəvət edir? Restorana. Kafeyə. Avtomobildə. Bulvara. Avtomobildə tez-tez nəyi dəyişirlər? Yağı. Ər nə üçün narazıdır? Arvadın deyingənliyindən. Elanlarda hansı sözə daha çox rast gəlmək olar? Yalnız bizdə. İnsanla meymunun fərqi nədir? Tüklü olması. Burnu. 25 saniyə vaxt ərzində 5 sual cavab verə bildiniz. Siz tükdən nə istəyirsiniz əzizim? Rəvan. Quyruğu idi məncə. Düşünürsünüz ki, meymunla insan yalnız fərqi tükdür. Dərrakə deyə bilər. Burun nə idi əzizim? Burnu. Belə eləriz biriniz burun gəldi. Mən burnu göstərdim bəyəm. Mən bir balca işarə edim ki, burada nə olur? Ağıl. Ay. Rəvan bəy, maraqlı nə qədər xal toplamısınız? Yoxsa yox? Maraqlıdır. Maraqlıdır, yaxınlaşam yanınıza. Amma bir məqamı deyim, əvvəlki cavablarınız çox yaxşı idi. Yəni, meymuna qədər yaxşı gəlmişdiniz. Meymun sizi əməli başda apardı. Mən saniyəyə baxırdım orada, saniyə azalmağa mənə həyəcanlandırdı. Yoxsa ağıl deyəcəydiniz? 100%. Biz hal-hazırda Hüseyin bəyin cavablarını ekranda görəcəyik. Və sizin cavablarla davam edəcəyik. Hüseyin bəyin cavabları ekranda görünsün. Sizin cavablarla davam edək. Kişi qadını romantik görüşün hara dəvət edir? Siz dediniz ki? Bulvara dedim. Bəli, siz dediniz bulvara. Sevgiliniz yox idi da? Yox. Olar. Neçə nəfər bulvar cavabını deyib? Diqqət ekrana! 10 nəfər. Mən sizə sual verdim ki, avtomobildə tez-tez nəyi dəyişirlər? Siz dediniz ki? Yağı. Bəli. Neçə nəfər yağ cavabını deyib? populyar Diqqət ekrana! 36 nəfər. Bu ikinci populyar cavab desəm səhv olar. Ən populyar cavabı səsləndədir. İkinci ən populyar cavab isə təkər idi. 27 xal gətirəcəkdi sizə. Təkər tez-tez dəyişir. Beləliklə, mən sizə sual verdim ki, ər nə üçün narazıdır? Siz dediniz ki? Deyingənlikdən. Bəli. Çox deyinir. Maraqlı neçə nəfər çox deyinir cavabını deyib. Diqqət ekrana. Bu ikinci populyar cavabdır. Ən populyar cavab isə yemək yoxdur. Bax, buna narazılıq edib. Mən sizə sual verdim ki, elanlarda hansı sözə daha çox rast gəlmək olar? Siz dediniz ki? Nə dedim? Nə dediniz? Yalnız bizdə demişdim. Yalnız bizdə nədir? Yəni də nəyəsə reklam edirlər, yalnız bizdədir bu. Maraqlıdır. Neçə nəfər yalnız bizdə cavabını deyib. Diqqət ekrana. Ay, siz əgər Eydilin cavabını desəydiniz, ikinci ən populyar cavabı deyilmiş xal gətirəcəkdir. Ən populyar cavab satılır. Elanlarda bunu görə bilirik. İnsanla meymunun fərqi nədir? Siz dediniz ki? Nə dedim? Burnu. Burnu özdə. Başqa nahiyə tapa bilmədiniz? Valla dediyim kimi... Başqa hər şey oxşuyur da, altdan yuxarı. Diqqət ekrana. 0, heç kəs bu cavabı deməyib. Ən populyar cavab isə ağıl, şuurdur. Əgər siz səs danışıq desəydiniz, bu ikinci populyar cavab idi. Tük və burun. Çox maraqlı bir oyunudur. 4-0. Maraqlı görünür hə orada. Hörmətli Rəvan, komanda not qəhrəmanları sizi gözləyir. Buyurun. Yenə bu 1000 manat mənimlə qalır. Rəvan, Sevil, Rizvan, təbii ki, Fizzə və Hüseyin. Çox maraqlı oyun nümayiş etdirdiniz, amma sonda qalib gələ bilmədiniz. Nə mənada 1000 manatı qalib gələ bilmədiniz. Amma 311 manatınız var. Xeyirli olsun sizin üçün. Çox əla oyun nümayiş etdirdiniz. Dərin təşəkkürlər. Siz də gəlin. Əziz, dəyərli tamaşaçılar, gəlin birlikdə oynayaq, maraqlı oyun təqdim edək və ən əsası deyək, gülək.
Qazandıraq. Bugünlük bu qədər. Cəmaət nə deyir? Hələlik.